Bir anlıq düşünün. Bir yanda sıx, rütubətli cəngəlliklər, o biri yanda isə uçsuz-bucaqsız, quru səhralar. Planetimizdəki bu heyrətamiz fərqliliklər əslində heç də təsadüfi deyil. Gəlin bu möhtəşəm müxtəlifliyin arxasındakı səbəbləri birlikdə açaq. Bəs əsas sual budur. Bir cəngəlliyi səhradan fərqləndirən nədir? İlk baxışdan çox sadə sual kimi səslənir, elə deyilmi? Amma cavabı planetimizin bütün ekosistemlərini necə işlədiyini, o böyük mexanizmin sirlərini özündə gizlədir. Gəlin bu sirri açaq. Baxın, bu iki mənzərə arasındakı fərqə bir baxın. Həqiqətən də inanılmazdır. Bir tərəfdə həyatla dolu yamyaşıl təpələr, o biri tərəfdə isə sanki başqa bir planetdən gəlmiş quru, sonsuz bir genişlik. Bax, bu təzad bizim bütün hekayəmizin başlanğıcıdır. Əslində, bütün bu müxtəlifliyin arxasında təəccüblü dərəcədə sadə bir plan dayanır. Hər şeyi idarə edən cəmi iki əsas güc var. Günəşin verdiyi istilik və göydən yağan yağış. Məhz bu ikilinin fərqli kombinasiyaları planetimizdəki hər bir mənzərəni bir rəssam kimi çəkir. Bu səyahətdə bizim bələdçimiz olacaq bir anlayış var, təbii zona. Bunu təbiətin nəhəng məhəllələri kimi düşünə bilərsiniz. Hər bir məhəllənin özünə məxsus havası, torpağı, bitkiləri və heyvanları var. Və bütün bu elementlər bir-biri ilə mükəmməl bir harmoniya içində yaşayır. Və bütün məsələnin düyün nöqtəsi də elə budur, günəş istisi və yağış planetimizə bərabər paylanmır. Ekvator daha çox istilik və nəm alarkən qütblər soyuq və quru qalır. Məhz bu ədalətsiz bölgü xəritədə gördüyünüz bu rəngarəng iqlim qurşaqlarını və təbii zonalar yaradır. Yaxşı, indi gəlin xəyali səyahətimizə başlayaq. İlk dayanacağımız isə planetin ən isti və ən rütubətli yeri, yer kürəsinin döyünən yaşıl ürəyi olan ekvatordur. Xəritədəki bu tünd yaşıl ləkələrə diqqət yetirin. Bunlar elə belə rənglər deyil. Bura Amazon və Kongo kimi dünyanın ən nəhəng, həyatla qaynaşan ekvatorial yağış meşələrinin evidir. Bu meşələr, bilirsiniz, Cənubi Amerikada onlara selvasta deyirlər, həqiqətən də başqa bir aləmdir. Burada ilin hər günü həm isti, həm də yağışlıdır. Ağaclar günəş işığı uğrunda elə amansız bir yarışdadırlar ki, bir-birinə sarmaşan lianalarla birlikdə keçilməz divarlar yaradırlar. Elə buna görə də heyvanların çoxu həyatlarını yerdə yox, məhz bu hündür ağacların çətirlərində keçirir. Bax, bu cəngəlliklərin bizə verdiyi saysız hədiyyələrdən sadəcə biri də budur, heveya ağacı. Bu ağacın şirəsindən təbii kauçuk, yəni rezin alınır. Düşünün, maşın təkərlərindən tutmuş, gündəlik istifadə etdiyimiz bir çox əşyaya qədər hər şey öz başlanğıcını məhz bu rütubətli meşələrdən götürür. Yaxşı, indi ekvatordan biraz kənara çıxaq. Xəritəyə baxın, tünd yaşıl rəngin yavaş-yavaş açıq yaşıla çevrildiyi yerə. Artıq biz subekvatorial qurşaqdayıq. Bura sıx meşələrin yerini geniş otlaqlara verdiyi savannalardır. 40%. Bir anlıq bu rəqəm haqqında düşünün. Bu, o deməkdir ki, Afrikanın demək olar ki, yarısı savannadan ibarətdir. Bəli, sənədli filmlərdə heyranlıqla izlədiyimiz o məşhur mənzərələr, şirlərin, fillərin, zebraların dolaşdığı o sonsuz torpaqlar məhz buradır. Səyahətimiz davam edir, amma bu dəfə istiqaməti tamamilə dəyişirik. Yaşıl, rütubətli yerləri arxada qoyub, günəşin daha səxavətli, yağışın isə bir o qədər xəsis olduğu torpaqlara, tropik və subtropik qurşaqlara doğru gedirik. Xəritədəki bu nəhəng narıncı ləkələr, bəli, buralar dünyanın ən amansız, ən böyük səhralarıdır. Onlar yüksək temperaturun və demək olar ki, heç olmayan yağıntının hökm sürdüyü tropiklərdə yaranır. Amma dayanın, bütün quru torpaqlar səhra deyil. Elə bu qurşaqda tamamilə fərqli, çox özəl bir zona da var. Aralıq dənizi iqlimi, isti, quru yayları və mülayim yağışlı qışları ilə bu bölgə zeytun, üzüm və portağal kimi ləzzətli məhsullar üçün əsl cənnət sayılır. Fərqli qitələr, fərqli adlar. Şimali Amerikada preri, Cənubi Amerikada pampa, bizə tərəf isə çöl deyirlər. Adlar fərqli olsa da, mahiyyət eynidir. Bunlar dünyanın çörək anbarıdır. Münbit torpaqları sayəsində süfrəmizə gələn taxılın böyük bir qismi məhz bu zonalarda yetişdirilir. Artıq səyahətimizin son mərhələsinə gəlib çatdıq. İndi isti ilə vidalaşıb, planetin sərin nəfəsini hiss edəcəyimiz meşələr və buzlaqlar diyarına, yəni dünyanın sərin kənarlarına doğru irəliləyirik.
Şimal yarımkürəsinə baxın, sanki onu yaşıl bir kəmər kimi bürüyən bu nəhəng zolağı görürsünüz. Bu tayqadır. Planetimizin ən böyük quru biomu. Uçsuz-bucaqsız bir iynə yarpaqlı meşə okeanı. Tayqa həm sərt bir yerdir, həm də çox səxavətli. Bir tərəfdən bizim üçün çox vacib oduncaq, yəni taxta şalban mənbəyidir, digər tərəfdən isə qonur ayı və sığın kimi möhtəşəm canlıların, eləcə də qiymətli xəzli heyvanların son sığınacaqlarından biridir. Və tayqanın bitdiyi yerdə mənzərə sanki bıçaqla kəsilmiş kimi dəyişir. Ağaclar birdən-birə yox olur. Artıq tundradayıq. Burada torpağın bir neçə santimetr altı bütün il boyu donmuş vəziyyətdə olur. Buna görə də heç bir ağac böyüyə bilmir. Bütün mənzərəni ancaq mamır, şibiyə və alçaq kollar örtür. Beləcə, bütün planeti gəzdik. Yaxşı, bəs bütün bu gördüklərimiz, bu cəngəlliklər, səhralar, meşələr bizim gündəlik həyatımız üçün nə deməkdir? Və ən əsası, biz bu təbiət hədiyyələri ilə necə davranırıq? Gəlin bioresurs anlayışını çox sadə bir misalla aydınlaşdıraq. Baxın bu bitkiyə. Bu, Cənubi Asiyanın savanna və musson zonalarında yetişən cut bitkisidir. Bizim üçün çox dəyərli bir xammaldır. Və həmin o bitki emal olunur, çevrilir bizim gündəlik həyatda istifadə etdiyimiz bu çantalara, kəndirlərə. Yəni o uzaq musson tarlaları ilə bizim evimiz arasında birbaşa əlaqə var. Bu, təbii zonaların sadəcə xəritədəki rənglər olmadığının ən bariz sübutudur. Amma bu hekayənin bir də başqa özü var. Bizim ehtiyaclarımız, xüsusilə də kənd təsərrüfatı bu təbii mühitləri kökündən dəyişdirib. Bir vaxtlar vəhşi otlarla, sıx meşələrlə örtülü olan nəhəng ərazilər bugün sonsuz buğda və pambıq tarlalarına çevrilib. Və bu da bizi son və ən vacib suala gətirir. Planetin təbii sistemlərini öz ehtiyaclarımıza uyğunlaşdırmağa davam edərkən, insanla təbiət arasındakı o incə tarazlığı, o balansı necə qoruya bilərik? Bu, bəlkə də bizim nəslin cavablamalı olduğu ən vacib sualdır.